adamın elə hamıya qarşı həssaslığından artıq onun xarakteri bilinir. Bu gün Xatirə xanımın multikulturalizm, nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli kitabının Azərbaycanca və İngiliscə tərcümanına yığışmışıq. Burada çoxlu məxəzlər var, müxtəlif həmin kitablardan istifadə olunub Azərbaycanın mütəfəkkirləri, yazıçı şairləri haqqında onların əsərlərindəki multikulturalizm məqamları barədə xeyli təhlillər gedir və hesab edirəm ki, dediyim kimi necə məsuliyyətlə yanaşıb bu kitabı ortaya qoyub, ana mənim də təqdim elədik 2 gün bundan qabaq, ana mənim haqqında da Rəsul Zanigarə haqqında da digər dünyasılarımız haqqında da məlumatlar var. Mən sizi ürəkdən təbrik edirəm. Sizin bu bol enerjinizi, hərəkətinizi, dinamikanızı davamlı olmasını arzulayıram. Jalə xanım o qədər belə ideyalarla gəlir yanıma. Mən də indi iş çoxdur lan, çatdıra bilmirəm, deyirəm yavaş-yavaş da, yavaş-yavaş. Səsini mən də bilirəm. Bu doğrudan da indiki halda çox yaxşıdır ki, sizin belə əzminiz, çalışmağınız, belə təşəbbüsləriniz var. Təbrik edirik və bayaq da dediyim, bugünkü tədbirimizi xahiş eləmişik, hörmətli bizim əməkdar jurnalist, gözəl şair Vaqif Bəhmənli idarə eləsin. Mən öz fikirlərimi bildirməzdən öncə hamı çox gəlsin birinci. Mən deməli sözü Azərbaycan Yazıçılar Birliyinin birinci katibi bizim gözəl yazıçımız, dostumuz Çingiz müəllim. Azərbaycanda ümumiyyətcə yazanda toya 6-da gəlir, 8-də başlayır da. Onlar da görünür, bilirlər. Çağırıblar 2-yə, soruşmuşam, deyir, yox, 3-də başlayacaq. Yəni, mənim yarım saatlıq hələ vaxtım var idi. Mənə deyəndə, dedim, mütləq gələcəyəm. Mənə Azərbaycan dilində öz kitabını verdi, İngilis dilində də bilirəm təbii. Və baxdım, indi İngilis dilində daha ətraflı yazmış məndən, nəinki Azərbaycan dilində. Görünür ki, o multikulturalizmlə bağlıdır. Bilirsiniz, tərcümə ümumiyyətlə çox çətinlikdir, çox adam bilmir. Mən bəzi vaxtlar səviyyəsiz adamlardan eşidirəm, baxmayaraq ki, 38 il katibəm. Eşidirəm ki, axı Çingiz Abdullayev danışa bilmir, Azərbaycan dili bilmir, danışa bilmir. Çox adam da bilmir ki, anarı mən tərcümə eləmişəm Azərbaycan dilindən Rus dilinə. Anar da məndən heç pis bilmir Rus dilini. İnanın mənə ki, o 3 dəfə Rus dilində ali təhsil alıb. 3 dəfə. Bakıda 1 dəfə, 2 dəfə də Moskvada. Amma mən tərcümə eləyəndə and düşdüm ki, daha ömrümdə tərcümə eləməyəcəm. Siz bugün 2 dildə kitabları təqdimat edirsiniz. Mən sizə deyim, mən bunu tez-tez danışırım. Bizim çox tanınmış yazıcımız olub, çox adam onu xatırlayırdı, kitabları oxumuşdu. Çingiz Hüseynov. 98 yaşınacan yaşayıb, Rus dilini də yaxşı bilirdi. Və Rus dilində yazmışdı kitab Fatalni Fətəli. Çox belə maraqlı kitab idi, Moskvada çıxmışdı, hər yerdə doğrudan, Ukraynada, Belarusiyada belə səsləndi və özü istədi öz kitabı tərcümə eləsin, özü eləyə bilmədi. Sonra mənə danışırdı ki, mən onu eləyə bilmədim, ona görə ki, ironiya, sarkazm, padişaha qarşı, çarə qarşı Azərbaycan dilində həyasızlıq çıxırdı, olmadı. Və ona görə də təzədən bu kitabı yazdı. Sonra nazirlikdə ona deyirdilər, yalandan deyir, qəsdən yazıb təzədən ki, 2 qonorar alsın. Həmişə fəxr eləyirəm ki, mən belə insanlarla ünsiyyətdə olmuşam. Xüsusilə Jalə xanımın anasını mən doğrudan çox sevirdim, çox maraqlı, həmişə yumorla olan. Bax, bizdə bir neçə belə adam var idi, qabil idi, həmişə gülürdü üzü, həmişə də. Bax, və Nürəngiz xanım da belə idi. Və çox adamları oxuyanda mən sevinirəm ki, siz bu kitabı buraxmışsınız. Mən istəyirəm sizi təbrik edeyim, Xatirə xanım. Doğrudan da nə yaxşı ki, belə kitablar çıxıb, bizim prezidentimiz bu məsələlərə çox fikir verir. Doğrudan da bilirsiniz, Avropada indi multikulturalizm sözü çox üzr istəyirəm, şöbə müdürü oturub söyüşə çevirir. Ona görə deyəndə multikulturalizm, onlar deyirlər ki, nə qədər bizə insan gəlib, nə qədər Türkiyədən, nə qədər ərəb ölkələrdən gəliblər, nahaq gəliblər, onlar hamısı çıxar. Və o partiyalar ki, deyir ki, çıxardınız bu adamları, onlar doğrudan da indi bu parlament seçkilərdə qalib gəlirlər. Ona görə bu baxımdan bəlkə də axırıncı Avropada biz özümüzü Avropa bir hissəsi hiss edirik. Avropada qalan ölkə bizik ki,
biz buna belə fikir veririk və çox da doğrudan da lazımdır. Mən sizi ürəkdən təbrik edirəm. Siz doğrudan da çox fəal işləyirsiniz və mən sizə deyim, hələ ən çox sizi tərifləyən həmişə Rəşad Mecid olub. Onu da deyim, o mənə hər dəfə deyirdi ki, doğrudan da mən dedim, mütləq dün Anara da dedim ki, mən baxmayaraq ki, İngilis səfirliyə getməliyəm, mütləq gəlib burada təbrik eləyib, çıxış eləyib. Ürəkdən təbii ki, bu kitablar, mən bilirəm, bu necə zəhmətdir, bilirsiniz. İki dildə ümumiyyətcə, İngilis dilində bugün buraxmaq çox çətindir, amma bu çox lazımdır. Hörmətli millət vəkilimiz, qələm yoldaşımız, Görkəmli Ali, ədəbiyyatçılar, Cahil xanım. Teşekkür ederim. Çok minnettarım. Ben her birinizi salamlayıram. Bilirsizmi, kitab haqqında təbii ki, danışılacaq, danışıldı, oxuyacaq, görəcəyik hər birimiz. Mən biraz kitabın müəllifi haqqında danışmaq istərdim. Əslində, onu elə qələmindən tanıyıram, onu elə insanlara münasibətindən, mənimlə ünsiyyətindən tanıdım və qiymətini də verə bildim. Qarşımızda əyləşən bu xanım inanılmaz dərəcədə zəhmətsevərdir. İnanılmaz dərəcədə gözəl ideyaları var, Rəşad müəllimin söylədiyi kimi. Və davamlı olaraq, belə deyim ki, zamanın nəbzini tutmağı bacarır. Bizə nə lazımdır? Biz nəyi yazsaq daha yaxşı olar və belə deyim ki, həqiqətimizi, ədalətimizi, ədəbiyyatımızı, sənətimizi daha geniş şəkildə necə təbliğ edə bilərik? Bax, bütün bunların yolunu bilən bir xanım kimi gördüm mən Xatirə xanımı tanışlığımızın ilk günündən etibarən. Baxın, bu əlimizdəki kitaba bir anlıq nəzər yetirsək, Şifahi xalq ədəbiyyatından başlayaraq klassik ədəbiyyatımız 20-ci əsr və 21-ci əsr Azərbaycan ədəbiyyatında multikultural dəyərlər haqqında hətta belə deyərdim ki, bir beyit belə yazmış olan, bir sətir belə yazmış olan yazıcı şairimiz unudulmayıb. Hər biri haqqında kiçik və ya böyük informasiya verilib və hər birinin yaradıcılığına müraciət edilib. Xatirə xanım bunu özü üçün etməyib. Xatirə xanım bunu geniş oxucu kütləsi üçün və daha da əhəmiyyətlisi beynəlxalq arena üçün edib. Bugün biz elə bir zamanda yaşayırıq, elə bir həqiqətlər burulğanında yaşayırıq ki, Azərbaycanımızın həqiqətlərini, ədalətini daha çox tanıtmağa, daha çox tərəfdaş qazanmağa böyük bir ehtiyacımız var. Arzu edirəm ki, bundan sonra da ölkəmiz üçün, xalqımız üçün çox əhəmiyyətli olan layihələrdə öz sözünüzü qələminizlə demiş olasınız. Sağ olun, var olun. Mən bir neçə kəlmə öz fikirlərimi də bölüşmək istəyirəm kitab haqqında. Həqiqətən də demək istəyirəm ki, Xatirə xanım çox belə ciddi bir iş qoyub ortalığa. Bu əslində böyük bir tədqiqatı, mənim düşüncəmə görə, böyük bir tədqiqatın avtoritatıdır. Yəni bu temanı, mövzunu davam elətdirib, çox böyük bir institut səviyyəsində əsərlər yaratmaq olar. Mənə görə dəyəri bundan ibarət ki, birinci mövzu çox aktual mövzudur. Və Xatirə xanım bu nəzəri cəhətdən multikultural dəyərin nədən ibarət olduğunu izah edəndən sonra onun dünya üzrə tarixini verib bu kitabda. Eyni zamanda bu mövzunun nə üçün aktual olduğunu açıq göstərib. Azərbaycan bilirsiniz ki, qədim İpək yolu üzərində yerləşir və müxtəlif dinlərdən keçir. Burada ateşpərəstlikdən tutmuş, deyək ki, Hristiyanlığa qədər, Müsəlmanlığa qədər, yəni bu dillər hamısı bu torpaqdan keçir. Eyni zamanda Azərbaycan çox millətli, öz ərazi etibarilə Şimali Azərbaycandan söhbət gedir. Olsa da, amma çox millətli olur. Həmişə bizdə müxtəlif xalqların nümayəndələri olur. Ona görə də bu dəyərlər bizim özümüzdən asılı olmayaraq insanlar bu dəyərlərin içərisində yaşayırlar. Və bu təbii ki, ədəbiyyatda da özünü göstərir. Xatirə xanım deməli folklordan tutmuş,
Kitabi-Dədə Qorqud dastanlarından tutmuş, sonra türklərin axınlarından tutmuş üzü bəri, eyni zamanda klassik Azərbaycan ədəbiyyatında bu dəyərlər necə izlənilir və təbii ki, sonda müasir dövrümüzdə deməli, məsələyə münasibət. Multikulturalizm sözü dilimdə döndürək. Bu multikulturalizm deməli, biz siftə gələndə elə bilirdik ki, bu bizim özümüzü qloballaşan dünyada qorumaq üçün bir vasitədir. Sonra biraz keçəndən sonra biz elə başa düşdük ki, biz bu dəyərlər hesabına dünyaya qovuşacaq. Amma əslində bunların ikisi də deyil. Yəni, sən qloballaşan dünyaya inteqrasiya eləməlisən, amma özünü də qorumalısan, öz simanı da qorumalısan. Və burada da çox yaxşı qiymət verir ki, bizim multikultural dəyərə münasibətimiz humanitar xarakter daşıyır. Yəni, biz mədəniyyətlərin imperialist baskısından özümüzü qurtarmaq üçün bu mədəniyyətlərin. Məsələn, mən düşünürəm, bax, indi, əgər biz o tədbirləri keçirib, məsələn, Nizami Gəncəvinin 870 illiyini, sonra Mövlana Cəlaləddinin deməli 700 illiyini, bunların hamısını keçirdəndə dünyanın hər yerindən bura mədəniyyətlər arası diyalog, dünyanın hər yerindən bura insanlar gəldi, 100 ölkədən, 70 ölkədən, xüsusilə daha çox cəlb edən istə, deməli, multikulturalizm ideyalarının Azərbaycan ədəbiyyatında əksi. Yəni, o bəyaxları dedim, həm klassik ədəbiyyatda, həm folklorumuzda, eyni zamanda müasir Azərbaycan ədəbiyyatında. Amma mən yenə də deyirəm, burada sanki bir yaddaşdır. Adamın bütün xəyalına gəlir, görürsən ki, bizim ədəbiyyatımızda elə laylar var ki, yəni dünyanı qardaşlığa çağıran, birliyə çağıran, dünya mədəniyyətinə, sivilizasiya açıq olan, yəni bizim o qədər böyük keyfiyyətlərimiz var. Və bunların hamısı kitabda çox yaxşı əks olunur. Mən istədim ki, belə bir balaca bir rezümə ilə biraz aydınlıq gəlir. Deməli, mən istəyərdim ki, burada arzu olunur. John Varney. Hə, bizim qonağa həmişə bir şey olur. Avstriyalı. Avstraliya musiqisi, kontrabas ifaçısı, bəstəkar, pedagog, fəlsəfə doktoru. Hər hamısı var. Benim adım John'dur, Avustralyalıyım ve Avustralyalı vatandaşlar ki Azerbaycanca danışır bir var. Ben tekim. Ve Azerbaycanca öğrenirim ve danışabilirim. Ama bu nitelikler izlemek benim için hele çetin değil. Çünkü ben Azerbaycan'a gelende bu dil çetinlik hakkında danışmadım. Ama çalışırım. Azerbaycanca okuyorum, yazarım, danışırım ama kulak asmak hele çetin değil. Ama çalışırım. Avustralya multikultural ülkedir. Ama Azerbaycanca farklı değil. Çünkü Azerbaycanca multikulturalizmi yerliden gelir. Ama Avustralya'da migrantlar, muhacir değiller, muhacir migrantlar gelir. Ve ben mesela İtalya'da mesul oldum ve sonra 5 yıl İtalya'da yaşadım. Ve sonra Kolombiya 6 yıl işledim. Ve müzik için ve konservatuaryada işledim. Ve ben düşünürüm ki birlik sonsuzdur. Azerbaycan'a geldim, konferans oldu. 2018 yıl oldu. Ve ben gördüm ki Azerbaycan müziği çok geniştir, çok derindir, çok meraklıdır. Ve bunun için ben burada gaydım tarzda öğrendim ve daha indi muğam hakkında öğrenirim
ve ben gördüm ki Azerbaycan müziği çok güzeldir, çok markalıdır. Ve benim tecrübem bana öğretti ki multikulturalizm bizim bildiğimiz için çok vaciptir. Çünkü her ülke birlik için bir şey var ki öğrenebilir. Ve ben bilirim ki Azerbaycan'da multikulturalizm farklıdır. Ama benim tecrübe paylaşmak istedim. Növbəti sözü mən bizim Azərbaycan xalqının çox görkəmli şairi və həqiqətən də belə söz yerinə düşür, o multikultural dəyərlərin coğrafiyasını genişləndirən. Çünki Manas kimi nədir, dastanı Azərbaycan dilinə çevirib, onun haqqında böyük əsərlər yaradıb və Qırğızstanla da elə bir bizim əlaqələr üzrə ən belə aktiv bizim qələm sahiblərindən biri də Adil Cəmil məclisimizdədir. İnsani münasibətdir. Birinci növbədə belə. Yəni, bəşəriyyət bu kökdə özünü tanıyır və mən həm də dünya ədəbiyyatından elədiyim tərcümələrdə o xətti tutub getmişəm. Yəni, keçən Özbekistanı çıxmışdı, könüldən könülə. Vaqif müəllimə vermişdi deyəsən. Orada da mən dünya ədəbiyyatından deyək ki, Hind ədəbiyyatı, Hindistandan, Amerikadan, nə bilim, gedir çıxır Tibetə qədər multikultural dediğimiz bu anlayış ladında insanlar istəyir ki, dünyanı hamının evi kimi təsəvvür edirlər. Yeryüzünü vahid bir ev kimi, insanın o evin sahibi kimi. Yəni, bu ideyaların şeirlərində, əsərlərində ədəbiyyata gündəmə gətirən insanlar var, təbii bizdə də bizim klasik ədəbiyyatdan, hətta farklı olmaq üzrə bu dəyərlər sadəcə indi adı dəyişir. Ən çox Kemal Abdullah'da biz rast gəlirdik multikulturalizmlə bağlı, bunun araşdırmaları, bunun kitabları, planları. Və sonra doğrudan da tədricən biz dərk elədik ki, bizim düşündüyümüz bu humanitariya, humanizm, o insana münasibət dediği dünya dəyərləri içində o işıqlı tərəf, o işıqlı yol elə budur. Və həqiqətən də bayaq Vaqif müəllim sözü dedi ki, bəlkə də dünya bizi ona görə bizi belə deyək də bizə toxunmadı ki, müharibənizi eləyin, işinizi görün. Çünki baxdı ki, biz elə doğrudan da sivil bir ölkək. Həqiqətən bu kitabların özü böyük dəyər daşıyır və yenə mənim qardaşım bir söz dedi ki, bu avtoreparat timsalıdır. Yəni, əslində bunun davamı gəlməlidir. Bizdə o qədər tədqiq olması əsərlər var ki, böyük monografiyalar bu müştəridə, bu mövzuda böyük monografiyalar yazılmağa bir ehtiyac da var. Yəni, çünki bizdə material var, baza var. Onu sadəcə ortaya gətirən o tədqiqatçı dediyimiz insanlar, Allah onlara da puldan paradan yetişik, belə işlərlə məşğul olsun. Vallahi, çünki elmə ayrılan vəsait biraz azdır, ona görə çox adam işləmək istəyir, amma işləmir. Xatirə xanımın bu kitabı elmi əsərdir. Elmi əsərdir bütün strukturuna görə, amma o qədər sadə, o qədər belə rəvan dildə yazıb ki, mövzunun özü qlobal, bəşəri bir mövzudur. Kulturoloji mövzunun özəyini təşkil edən bir mövzudur, amma bununla belə o yad gəlmə sözlərdir, nə bilim, çətin terminlərdir, uzun cümlələrdir, bunların heç birisi yox. Yəni, o qədər sadə, o qədər aydın dildə yazılıb. Mən inanırsınız, deyəndə ki, mən göndərdim materialı sizə baxmağa, onda hələ kitab əldə deyildə, baxmağa göndərdim, onu mən elə 3 saatın içərisində başdan ayağa bu boyda kitabı mən 3 saatın içərisində oxudum. 90-cı illər liderimiz bizim Heydər Əliyev bu məsələni siyasi səviyyə qaldırdı. Bizim multikulturalizmin siyasi banisi Heydər Əliyev. O bunu sizə bir cümlə deyim, bir gül çələnginə bədəldir. Deyirdi, sən bir güldən ibarət
dəstə bir qədər də gözəl görünüm, amma müxtəlif güllər bir çələng yaratır. Biz bunun şahidi olduq. Cənab Prezident İlham Əliyevin bu işi yüksək səviyyədə davam elətdirilməsi, mərkəz yaratması, sonra bizdə yaşayan burada bizim dostlarımız da iştirak edirlər. Özəlində burada yaşayan xalqlar, deməli, etnik xalqlar aborigenlərdir, yəni buralar miqrasiyaya gəlməyiblər. Fərqimiz başqası. Onlar bizdən eyni torpaq daşdır, vətən deyirlər. Biz bunun 44 günün sonuncu vətən müharibəsinin şahidi olduq. Bu da çox yaşlı ki, deyilən ki, ölkənin əsas siyasi istiqamətlərindən biridir. Burada yaşayan xalqlara öz dilləri ilə bağlı, əlifbaları ilə, dərsliyi ilə bağlı, mədəniyyətin inkişafı ilə bağlı bütün işləri görülür. Vaqif müəllim nazir işlərində bunu biz bir yerdə bunu eləmişik, kitablar çap eləmişik. Bizim hörmətli dostumuz burada eləşir deyərək, bu özü yəqin danışacaq, o çoxlu kitablar, deməli, tədbirlər keçirilibdir, həm xalqın folkloru ilə bağlı və digər məsələlərlə. Yəni, burada hər kəs özünün milli kimliyi olmaq etibarilə özünün Azərbaycanlı tam sərbəst apara bilir. Bu çox mühüm bir məsələdir. Ona görə, məsələn, dövlət bunu istiqamətə çevirir ki, bir üçün adi olan bir şey, məsələn, Cənab Dəfələn bunu deyir, bizim həyat tərzimizdir bu. Bizim həyat tərzimiz bir üçün təcrübli deyil, amma dünya üçün çox təcrüblidir. Dünya çox örnəkdir. Dünyada bütün müharibələr dinlər arasında, hətta din arasında, məzhəblər, təriqətlər arasında gedir. Amma bizdə Azərbaycanda şiə ilə digərlərin eyni məsciddə namaz qılması, digər məsələ, bizim hamımızın şahidi olduğu məsələlər var ki, bir üçün çox adi haldır. Biz bu adi hal yaşatmalıyıq. Biz bunu deməli, inkişaf etdik. Çox yaşlı bir kitabla bizi vərəqlədim, baxdım orada. Bizim, deməli, bu kitabda, deməli, Xatirə xanım bunun əvvəlindən, bunun ümumiyyətlə konsepsiyasından başlayıb, ümumiyyətlə bu hardan gəlir, elmi əsaslar, nəzər əsasları var orada. Və sonda çox yaxşı Azərbaycan modeli ilə bağlı çox yaxşı orada məqalə verirsiniz. Biz modeli gəncə yaşatmalıyıq. Çox sağ olun Xatirə xanımına görə. Ümumiyyətlə, yazıçılar birdən təşəkkür edirik ki, bir neçə bundan qabaq, məsələn, multikulturalizmə aid məsələ ilə bağlı sizə həqalə olundu. Belə bir iş görülür burada. Burada çoxlu sayda bizim dostlarımız, şairlərimiz, yazıçılarımız var ki, hərəsi bir xalqı təmsil edir. Amma burada sonda hamı Azərbaycanı vahid formada təmsil edir. Onlar arzulayıram, bir təşəkkür edirəm, böyle bir imkan yarattığınıza görə, bir kitabla bağlı bir dəvət etdiyinizə görə. Tarix elmləri doktoru, professor, Dərbənd Xeyriyyə Cəmiyyətinin sədri. Biz görürük ki, Azərbaycan öz tarixinə diqqət yetirsək, görərik ki, həm onun coğrafi mövqeyi çox vacib bir məsələ. Burada gedən yollar tarixi boyu çox millətli bir cəmiyyət, hansı Azərbaycan etnosuna təsir edib, formalaşmasına təsir edib və bugün biz görürük ki, Azərbaycan xalqı o etnosu, o multikultural dəyərlərin daşıyıcısıdır. Qeyd etməliyik ki, Nizami Gəncəvidən soruşanda ki, bəs əsas amillər hansı olub xalqı formalaşdıran, o deyir, bilirsiniz, tarixi, dili, dini yanaşı onun milli dəyərləridir. Əsas formalaşdıran və Azərbaycan xalqı tarixi boyu onun daşıyıcısı olur. Və bugün biz qeyd etməliyik, multikulturalizm və tolerantlıq bizim milli dəyərimizdir. Və Xatirə xanım öz əsərində bu ideyanı ortalığa qoyub, elmi tədqiqat əsəri kimi bugün çox, biz deyirik, cənli, yəni qiymətli bir əsərdir və bu mövzu ümumiyyətlə Azərbaycan elmdə həm mənbəşünaslıq tərəfindən baxsaq, həm də onun elmi tədqiqat tərəfindən baxsaq, görərik ki, çox az halda bizim alimlər bu mövzuya toxunur. Baxmayaraq ki, bu yeni bir terminologiya Azərbaycanda məhz Ulu Öndər gələndən sonra həyata başlayıb keçirməyə və o dövlət siyasəti prioritet kimi qəbul olunub. Niyə görə? Cənab Ulu Öndər prezident
bizim ulu önderimiz buna dikkat edir. Ona göre ki bu devletin hem təhlükəsizliyinə büyük bir təsir idi, hem onun dayanıklılığına vacib məsələydi. Mən sizi təbrik edirəm. Bilirsiniz, bizim dövlət siyaseti prioritet kimi Cənab Prezident İlham Əliyev bunu qeyd elədi ki, biz hem milli, dini bizim hem de devletin siyasetinin prioriteti. Ve niye göre ona dikkat getirdi ki? Ona göre ki biz görürük ki Azerbaycan dövlətçilik ənənələrində tarixə baxsaq. Görək ki, məhz tolerantlıq, ayrı-ayrı milletlərə münasibət hələm Cumhuriyet dövründə ilk Xalq Cumhuriyet dövründə 5 hökumət bilirsiniz ki değişti ve onların deklarasiyasında bu əsas prioritet kimi o deklarasiyaya dikkat etirsək, əsas prioritet kimi dayanmışdı. Hələm Cumhuriyet dövründə. Yani əsası qoyuldu. Ama onun inkişafı bilirsiniz hadiseler baş verdi ve onu da hayata geçirebilme. Ama gene de ki biz o adetlerden yaşayırdık. Ve məhz Ulu Önder gelindən sonra bu devlet siyasetine çevirdi ve bir günde hayata geçirdi. Mən Xatirə xanımdan uzun illər bundan qabaq deməli bizim bir şairimiz var idi. Çox gözəl tanınmış şairimiz, kübar, cəmiyyətimizə necə deyərlər. Elə bir ki, gözü bu xanımdaydı. Vaxtıkən Azərbaycan televiziyasında diktir işləmiş, sonra da gözəl şair olmuş Nurəngiz xanım Nuru ilə Sumqayıtda görüş geçirdik. Ve o görüşte ben Xatirə xanımla tanış oldum. Xatirə xanım güzel şeirlərini çıxış elədi ve ben bu qadını özüm için kəşf elədim. Ve o vaxtdan bu xanımla bizim əlaqələrimiz davam etti ve keçən il artık Xatirə xanım öz fəaliyyətini daha da genişləndirdi. Yaşlılar Birliğində bu multikulturalizmlə əlaqədar bir şöbə yarandı və bizim Xatirə xanım da şöbəyə başçılıq elədi və bugün o, necə deyərlər, böyük bir zəhmət çəkərək belə bir kitabı ortaya qoydu. Mən bu, deməli, böyük zəhmət çəkdiyinə görə bu multikulturalizm elmi yolunda böyük cəsarətli addım attığına görə onu təbrik edirəm. Ona uğurlar diləyirəm. Bu qədər sağ olun. Bizim Cənubi Azərbaycandan şair Yaqub Dostum. Bir daha bir arzu da eləyəm ki, inşallah gün o gün olsun ki, belə bir tədbirləri o tayda Təbrizdə, Rumluda, Zəngəzanda, Azərbaycanda quraq və o tarihində yazıçıları, şairləri imkan yaransın ki, gəlsinlər, böyle tədbirlərdə çıxışlar. Qazisinə bir də çox uğurlar razıyım. Hər zaman şahid olar sizin gözəl yüzəl əsərlərinizdən inşallah. Var olun, Çox sağ çox olun. sağ olun. Canlı multikulturalizmin heykəli. Dediğim kimi bunu da elə deyim. Giyelim. Gerçekten de bu kitap Azerbaycan'da multikulturalizm değerlerinin kökünü araştıra daha muasır şairlere kadar yer çıktı ve bendenize de yer aldı bu kitapta. Hakikaten de yazılan məqaləyə təşkil edilənlər ki, mən özüm hem ali hem orta məktəbi Rusça. Ama benim bir dostum vardı, Şükrət Musaqulov. O bana Azerbaycan dilini öğretti. Ve ben o dili öğrendikten sonra Azerbaycan poeziyasına 65 kitap tercih etmişim. Rus dili. Yani dediğim budur ki, bu halk, yani ben burada her neşe özümü rahat hissetmişim. Hem dostların arasında, hem edebi camiyede görmüşüm ki fərqləndirmirlər. Yəni öz doğmaları kimi həmişə qarşılayırlar. Bu değil mi multikulturalizmin olması?
Ona görə də Xadiyə xanıma bu kitaba görə təşəkkür ən böyük payı düşürür. Çox qəşəng belə kitabların çoxdur. Sağ ol. Bayaq Yadgar bəy də dedi, Azərbaycan həqiqi mənada bir buket. Bu buketin içərisində bütün xalqlar özlərini çox sərbəst hiss edir. Bəlkə də multikulturalizmin bu bütün dünya təqdim etmək üçün ən yaxşı ölkə Azərbaycan olar. Onun ki, bizdə nə irqi seçkilik yoxdur, nə dini, nə hətta bu təriqətlər də bir-birinə o qədər fərqləndirmirlər, münasibətlər çox yaxşıdır. İndi burada nümayəndələr iştirak edirlər başqa xalqların, amma biz hamısını özümüzə çox doğma bilirik. Yəni biz biraz bu idmanda kollektiv oynaya bilmirik, amma millətlər arasında çox yaxşı kollektivləşir. Razimin ən yaxşı nümunəsidir. Bax, uğurlar arızam Xatirə xanım. Çox sağ ol. Arzu edirəm ki, bu tip kitablarımız daha çox olsun. Çox sağ ol. Məsələn, Arzu xanım nəsə söz ola bilər. Mən kimi tanıyıram? Bəli. Çox böyük dəyərli bizə, İradə xanım. bizə, mədəniyyətimizə, Deyəcəm. Vaqif müəllimə qoşula bilmirəm. Çaman müəllimi, Çaman Ağabey'in də burada olmağını arzu edirəm. Əlbəttə, buradan da o bir işi dərindən araşdıran insan kimi, həm də mənim Çaman müəllimə bilirsiniz ki, eyni kəndin uşaqları, burada gələn uşaqlarıyıq. Və nə deyim, valla, buradan da böyük dəyərli bir kitab bizə verilir. Bunun tərcüməsi Fəhrə nənə deməli, mən vallahi xatirə sənin yerdən olsaydım, heç ingilis dilində yox, 72 dillərdə tərcümə edək. Buna bu var, bu. Təbrik edirəm. Çox sağ ol. Uğurlar. Çox sağ ol. Dodo qəzetinin redaktoru, yazıcı, jurnalist İradə Məlikova. Kimin ürəyində nə sözü var deyəcək. Hepinizi salamlayıram. Bizim solumuzun üstündə bu dəqiqə multikultural bir, aktual, bir gözəl bir əsər var. Yəni bu əsər haqqında mən bir jurnalist, bir media əhli olaraq nə deyə bilərəm? Multikulturalizm adi bir sözdür. Bəzilərimiz başlayırdıq onu deyəndə də kəkələməyə, amma bu bizim həyat tərsimizdir. Xatirə xanımın multikulturalizm nəzəriyyəsinə, beynəlxalq təcrübəyə bu prizmadan ki yanaşır və Azərbaycan modeli gözəl bir şəkildə təsvir olunur. Mən kitab bugün mənim də əlimə gəlir, hərçənd istəyirdim ki, geniş bir burada, həm bir jurnalist olaraq, həm də bir talış xalqının nümayəndəsi olaraq burada bir geniş. Çünki xalqlar multikulturalizm deyəndə, mən bir 2-3 dəqiqə artıq danışacağım, çünki axıra saldım. Buyurun, buyurun. Mən sizə nə demək istəyirəm? Yox, sizin də fikrinizə şey gətirəcəm. Mən minnətdaram sizə. Multikulturalizm modeli mənim. Azərbaycanda, Yadgar müəllim birbaşa elə belə vurğulamadı. Azərbaycanda mən ulu öndərə dərin ulu rəhmət diləyirəm ki, Azərbaycanda multikulturalizm təməlini o qoyub və deyir ki, Azərbaycanda yaşayan xalqlar bizim sərvətimizdir. Bax, xoş mənim halıma, Xatirə xanımın, mən dövlətimin sərvətiyəm və bu sərvəti bugün burada təmsil edirəm və sizlərə izah etmək istəyirəm. Multikulturalizm nədir? Azərbaycanda multikulturalizm qoyulanda mən bir vətəndaş olaraq, mən sizdən demişdim və o qardaşı da deyirəm, bəli, burada hər biriniz bir-birinizi tanıyırsınız gələn əhliləri, elə bir ki, biz balaca, nə olar, bizim də əlimizdən tutun, ardınızca aparın. Sözü əvvəl verdilər, axırda verdilər, mənim ömrümdə deyil. Bugün Azərbaycanın tarixində multikulturalizm adında multikulturalizm nəzəri və beynəlxalq təcrübə Azərbaycan modeli əsasında bir kitab meydana qoyulur Yazıçılar Birliyində. Azərbaycanda multikulturalizm modeli çox gözəldir və siz də bunların burada çox gözəl də təsvir etmişsiniz və hər bir şeyi də qeyd etmişsiniz gördüyünüz qədər, bildiyiniz qədər, çünki siz də Azərbaycanda yaşayırsınız. Mən Xatirə xanım sizi çox sevirəm. Mən burada sizi sevərək gəlirəm. Azərbaycanda yaşayan xalqların çox istəyərdim sizdən. Azərbaycan dili başda olmaqla bizim dövlət dilimiz. Avar, Ceyk, Quduq, Xınalıq, İngilo, Kürt, Qırız, Ləzgi, Rus, Rutov, Sakur, Talış, Udi və İbrani dillər, yəni Yahudi dillərdə çox gözəl bir adət-ənənələrinə, folkloru haqqında da bir kitab meydana qoysa, sizə dərin təşəkkürümüzü bildirək. Hər birinizi bir daha salamlayıram, təşəkkürlər. Sağ olun. Bir də mən sizə hədiyyə. Sağ olun. Təşəkkür edirəm. Acımın Şair qardaşımız Tapdıq Əlləri. Kitab var ki, Qəlb hakimi kəlamında birinci var. Təbii ki, belə kitablar kəlamında inci olan kitablardandır.
Xatirə xanım, sizi təbrik edirəm, uğurlar diləyirəm, axarlı olsun. Və bir məqamı da qeyd edeyim ki, multikulturalizm, yəni bunu biraz mürəkkəbləşdiririk, əslində bu nədir? Bu zaman 100 illərdən 100 illəri gələn bir bizim dəyərdir, sadəcə olaraq burada ad dəyişir. Yəni dinindən, dilindən, irqindən asılı olmayaraq insanların biri-birinə qarşı məhəbbəti, ehtiramı və bu mədəniyyətlərin iç-içə olması. Və bu bizdə zaman olub və bundan sonra da olacaq. Bir daha sizi təbrik edirəm, axarlı olsun, uğurlar diləyirəm. Var olsun. Ayşə xanım, anıları bilir. Xatirə xanım çox bacarıqlı, çox dəyərli bir xanımdır. Biz onu sevirik, hər zaman onun yanındayıq və multikulturalizm deyəndə də zaten burada yetərli bir açıqlama verildi ki, bütün o müxtəlif mədəniyyətlərin eyni cəmiyyətdə, bir cəmiyyətdə öz mədəniyyətini qoruyaraq yaşaya bilməsidir. Siz də gözəl bir kitab ərsəyə çıxartmışsınız, gətirmişsiniz. Təbrik edirəm bir daha, çox sağ olun, siz edim minnətlər. Lalə Muxtarova. Lalə xanım. Bir şeir oxusun Lalə xanım. Şeirin adı da Cənnətin nəfəsi Şuşa. Şuşa, sən məni özünə aşiq etdin. Sənin havan, dağların, gözəlliyin ruhuma hopdu. İz saldı ürəyimdə və belə də qalacaq daim içimdə. Yer üzündə cənnətin bir parça sənsən. Səhərlər quş səsi ilə oyanan məkansan. Bu xoşbəxtlikdir, bu həqiqi saadət, ruhuma dolan ən saf nemət. Kaş ki zamanın qanadlarından tutub bir parça səhərini apara bilərdim. Bir ovuc havasını, bir damla işığını Bakının küçələrinə səpə bilərdim. Qoy hamı duysun cənnətin ətrini. Deyirlər, dünya genişdir, gözəlliklər saysızdır. Amma mən bilirəm, bəzi yerlər müqayisə qəbul etmir. Sən elə bir zirvəsən ki, ölçüsü ürəklə alınır. Elə bir həqiqətsən ki, yalnız hiss edilə bilər. Mənim üçün sən sadəcə bir şəhər deyilsən, sən yadaşsan, nəfəssən, bir millətin qüruru, ruhumun səssisən. Ey mənim əziz yurdum Azərbaycan, sənin ən uca nəğmələrindən biri Şuşa adlanır. İndi mən deməli sözü icazə versin, Xatirə xanıma verirəm. Deməli, o həqiqətən də çox böyük əziyyət çəkib, ona çox sağ ol deyirik bu işi gördüyünə görə. Belə səliqə ilə, əsl alim fəhmi ilə gördüyünə görə, şairanə bir dillə yazdığına görə, bütün bunların hamısına görə ürəkdən təşəkkür edirik. Və mən elə bilirəm ki, bu elmi araşdırma, bizdə indi yazarlar var da, şair var ki, ümumiyyətlə məqalə haqqında, məqalə yazmaq haqqında heç təsəvvürü yoxdur və heç o barədə düşüncəsi yoxdur. Amma elə yazıçılarımız var, şairlərimiz var ki, onlar eyni zamanda həm publisistika ilə məşğuldurlar, həm ədəbiyyatşünaslıq ilə məşğuldurlar. Yəni bu şəkildə indi biz bunun nümunəsini gördükdə, çox böyük məmnuniyyətlə mən Xatirə xanım Xərəzliyə söz verirəm, bir daha təbrik edirəm. Bunun arxası gəlsin, yeni kitablarını gözləyirəm. Sizə təşəkkür edirəm. Var olasınız ki, mənim dəvətimdən xahişimi qəbul elədiniz və bu cür gözəl tədbir aparırsınız. 2 nəfər söz deməli, bir John Varney musiqi oxuyacaq, bir də bizim müəlliməmiz. Onunla da belə zümzümə ilə qurtaracağıq tədbiri. Mən deməli, birinci onu deyim ki, bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maarifləndirici təşəbbüslər çərçivəsində dəyərlərimiz, vəhdətimiz, multikulturalizm layihəsi əsasında multikulturalizm nəzəriyyə beynəlxalq təcrübə Azərbaycan modeli kitabının təqdimatıdır. Və biz bu kitabı Mədəniyyət Nazirliyinə təşəkkür eləyirəm. Məhz bu layihəni qiymətləndirdiyinə görə, maliyyə ayırdığına görə.
Bir də biz əslində multikulturalizm dünyada təzə termin kimi istifadə olunsa da, Azərbaycan xalqında əsrlərlə formalaşmış bir dəyərdir. Biz tolerant xalqıq. Bizim qurdaladıqca, mən burada vermişəm, folklorumuzdan tutmuş, adət-ənənəmizdən tutmuş, hətta el bayatısından, mən nənəmin ağzından eşitdiyim bayatı qərib ölüb götürün, dar küçədən ötürün, onun ölüm xəbərin öz elinə yetirin, qəribi bir dəyərləndirmək, ortaya gətirmək, bir diqqət cəlb eləmək, qəribə münasibət, üstəgəl, məsələn, folklorumuzda nə qədər, mən vaxt alıb indi danışmaq istəmirəm, çünki çox yormaq istəmirəm sizi və bu dəyəri, bu olanımızı təbliğ eləmək lazımdır. Mənim də elə bu layihə o ideyadan, o fikirdən yola çıxaraq bu layihəni vermişəm. Deməli, bu dəyərimizi təbliğ eləmək məqsədi ilə kitab yazmaq və bu kitabı ingilis dilində həm də tərcümə eləmək. Nəyə görə? Biraz ingilis dilində tərcümə məsələsi, ümumiyyətlə Azərbaycanda tərcümə məsələsi çox çətindir. Mən də biraz çətin işlərə girişməyi sevirəm. Mən bir layihədə öz şeirlərimi, əslində fərqi yoxdur özümün ya başqasının, bir neçə Ciya qardaşım da orada tərcüməçilərdən biri idi və Impert İngilisin özü tərcümə eləmişdi. 4 nəfər tərcüməçinin müəllifliyi ilə bir ingilis dilində kitab buraxdım layihə əsasında. Və layihədə Vaqif müəllim, təsəvvür edirsiniz, orada o tərcümə üçün ayrılan pul həyat, reallıqda çox azdır. Birinci, Azərbaycanda mütəxəssis azdır. Sırf həm tərcüməçi kimi, həm də şeiri bilən şair kimi mütəxəssis yoxdur və üstəgəl olanda da o maliyyə onu öhdələmir. Ona görə çox adam qaçmır. Belə o tərəfə yönəlmir, sərf eləmir. Daha doğrusu sərf eləmir və çox azdır bizim ingilis dilinə tərcümə əsərlərimiz, şeirlərimiz, olanımız, mədəniyyətimiz, bunları tərcümə eləyib ingilis dilinə çatdırmaq çox vacibdir, çox əhəmiyyətlidir və mən də əlim çatanı, bacardığımı eləyirəm, bilmirəm, yəqin ki, hələ planlarım da var, əgər qismət olarsa. Siz ana gülər üstü paylaşacaqsınız, adını qeyd edin. John Barney, Avstraliyalı musiqiçi, deməli, kontrabas ifaçısı, bəstəkar,
pedaqoq, fəlsəfə doktoru. Kim yazacaqsa John Varney, fəlsəfə doktoru, Avstraliya.